bir tarla sahibinin arzusudur ki, sahəsində məhsul bol olsun, malları bazarda yaxşı qiymətə satılsın. Bu yolda atılacaq bir çox addım var. Amma biri var ki, həm asan, həm də faydalıdır. Söhbət qida təhlükəsizliyi qeydiyyatından gedir. Bəlkə də fikirləşirsiniz ki, qeydiyyat nədir və mənə hansı faydaları var? Amma bu çox sadə proses həm işinizi asanlaşdıracaq, həm də məhsulunuz daha sağlam və təhlükəsiz olacaq. Azərbaycanda kənd təsərrüfatının dayanıqlı inkişafı üçün bitkiçilik təsərrüfatlarının qeydiyyatı olduqca önəmlidir. Qeydiyyata alınma təkcə iqtisadi və hüquqi baxımdan deyil, həm də kənd təsərrüfatında bitki sağlamlığının qorunması, fitosanitar nəzarətin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeydiyyata alınmanın bir sıra üstünlükləri var. Belə ki, qeydiyyata alınmış təsərrüfatlarda bitki xəstəlikləri və zərərvericilərin yayılmasının qarşısının alınmasına nəzarət etmək daha asan olur. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin təsərrüfatlarda mütəmadi olaraq monitorinqlər və müşahidələr həyata keçirilir. Profilaktik tədbirlər görülür. Bu da xəstəlik və zərərvericilərin digər təsərrüfatlara yayılma riskinin azalmasına gətirib çıxarır. Həmçinin təsərrüfat sahiblərinə zərərvericilərlə mübarizə üsulları, bitki mühafizə vasitələrindən düzgün istifadə qaydaları izah edilir. Eyni zamanda qeydiyyata alınan təsərrüfatlar üçün xarici bazara çıxış daha rahat olur. Bitkiçilik təsərrüfatlarının qeydiyyata alınması yalnız ölkə daxili iqtisadiyyat və kənd təsərrüfatı üçün faydalı deyil, həmçinin beynəlxalq ticarət və fitosanitar öhdəliklərin yerinə yetirilməsi baxımından da vacibdir. Belə ki, ixrac olunan məhsullar hansı təsərrüfatlarda yetişdirilməsi naməlum olması onların fitosanitar vəziyyətinin tam müəyyən edilə bilməməsinə gətirib çıxarır. Bu da nəticədə beynəlxalq öhdəliklərə əməl etməmə riskinin artırmasına səbəb olur. Bu kimi qeydiyyata alınmamış təsərrüfatlarda məhsulların ixracı zamanı qarşı ölkələrdən zərərli orqanizm aşkarlanması idxalçı ölkələr tərəfindən məhdudiyyətlərin tətbiq olunmasına gətirib çıxarır. Qeydiyyata olmayan sahibkar və daşıyıcı şirkətlər də məhsulların mənşəyi, yəni hansı təsərrüfatda yetişdirildiyi məlum olmadığı və bunu sənədləşmə zamanı göstərə bilmədikləri üçün çətinliklərlə üzləşirlər. Fermer təsərrüfatı ilə məşğuluq. Öz ailəmizin 2 hektarlıq fermer təsərrüfatı sahəsi mövcuddur. Biz özümüz ixracatla məşğuluq. Bundan qabaq biz müraciət eləməmişdik Qida Təhlükəsizliyi Agentliyinə. Müraciət eləmədiyimizə görə də bizə bir neçə dəfə məlumat vermişlər ki, müraciət eləsəz yaxşı olar. Bunun qeydiyyatı tam pulsuz həyata keçirir. Prosta biz onun qulaq ardına vurmuşduq. Hal-hazırki vəziyyətdə isə biz mallarımızı ixrac eləyəndə bizim malımızın mənşəyi ilə bağlı çətinliklər yarandığına görə bizim malını satmaqda problem yaşayırıq. Biz daşıyıcı şirkət olaraq digər təsərrüfat sahələrindən götürdüyümüz malı öz soyuducu anbarlarımızda qəbul edirik və bu malları xaricə ixrac edirik. Bəzi təsərrüfat sahələrinin qeydiyyatı olmadığı üçün bu malların mənşəyi məlum olmur. Bu da ki, ixrac problemi yaradır. Qeydiyyatdan keçən təsərrüfat sahibləri isə bu çətinliklərin aradan qaldırıldığını bildirirlər. Xüsusilə məhsulların ixraca yararlılığının əvvəlcədən məlum olması prosesdə yarana biləcək çətinlikləri minimuma endirir. Agentliyin bizim məhsullardan götürdüyü belə deyək analizlər üçün məhsuldan bizə verilən cavablar, bizə ixracatda, digər ölkələrə ixracatında böyük rolu var. O cümlədən məhsulumuzun yeyintiyə nə dərəcədə düzgün qida üçün yararlıdır. Biz onu əvvəlcədən bilirik və bizə ixracatda da böyük köməkliyi dəyir. Məhsulumuzun ixracata yararlılığı olmağın əvvəlcədən bilməyimizi bizi ziyanlardan qoruyur. Qeydiyyatdan qabaq ixrac prosesində ləngimələr, çətinliklər, problemlər çox idi. Qeydiyyatdan sonra ixracın sürətliyi artır. Ləngimələr olmur. Bu çiyələk məhsuldur ki, tam operativ şəkildə yığılıb ünvanına göndərilməsi təmin olunmalıdır. Ələlxüsus isti temperaturlar günlərdə. Bu qeydiyyatdan sonraki proses həmin o məhsulun sağlam, təhlükəsiz yığılmana böyük zəmin yaratmışdır. Yəni qeydiyyatdan sonra həm daxili, həm də xarici bazarda satış imkanları genişlənir. Qısaca, qeydiyyat bitkiçilik sahələrinin və ailə təsərrüfatlarının həm işini qanuni şəkildə tənzimləyir, həm də uzun müddətli faydalar gətirir.
Bitki mənşəli məhsul istehsalı sahələrinin, o cümlədən ailə təsərrüfatlarının qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi olduqca sadə və sürətlidir. Belə ki, obyektlər hər hansı qiymətləndirmə aparılmadan qeydiyyata alınır. Eləcə də bu qeydiyyat sahibkarlar qarşısında hansısa öhdəlik yaratmır. Eyni zamanda qeydiyyat fermerlərə dəstək xarakterli olduğu üçün ödənişsizdir. Qeydiyyat prosesi dövlət rüsumundan azaddır və sahibkarlara dəstək məqsədilədir. Qeydiyyatla bağlı sahibkarlar onlayn qaydada müraciət edə bilər, aktiv sistem vasitəsilə, həmçinin asan xidmət mərkəzlərinə və regional bölmələrə müraciət edə bilərlər. Qeyd edək ki, qanunvericiliyə əsasən qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyata alınmadan və ya təsdiq olunmadan fəaliyyət göstərməsi qadağandır. Odur ki, qeydiyyat təsərrüfatların fəaliyyətini qanuni şəkildə tənzimləmək məqsədi daşıyır.